Hal-hazırda Tovuz rayonu Dondarquşu kənd orta məktəbindəyik. Bugün itkin şəhidlərimizdən olan Tağıyev Namiq Saizoğlu'nun anım günü qeyd olunur. Bəli, adını da dediyimiz kimi itkin şəhid. Dərd budur. Bəlkə də çoxları bunu anlaya bilmir. Çünki şəhidinin bir məzarı belə yoxdur ki, onun başının üstündə ağlasın, dərdləşsin, bir günün çiçəyini qoysun. Həqiqətən bundan böyük dərd yoxdur. Elə bu dərdə də şəhidimizin atası anası dözməyib, dünyasını dəyişib. Hal-hazırda gəlmişik, elə bacısı ilə, məktəb şagirdləri ilə birgə şəhidimizin xatirəsini anaq. Şəhidimizin əziz xatirəsini bir anlıq sükutla yad edək. Allah cümlə şəhidlərimizin məkanını cənnət etsin. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladın şanlı vətəni, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadiriz, üç rəngli bayrağında məsud yaşa, üç rəngli bayrağında məsud yaşa, minlərlə can qurban oldu, sinem hərbə meydan oldu, hüququndan keçən əskər hərə bir qəhrəman oldu, sən olasan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan, namusunu hifz etməyə, bayrağını yüksəltməyə, cümlə gənclər müştaqdır, şanlı vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Tağıyev Namiq Saizoğlu 1969-cu il 22 sentyabr tarixində Tovuz rayonu Aşağı Qurçu kəndində anadan olmuşdur. 1976-cı ildə Aşağı Qurçu kənd İsmail Mürşidov adına tam orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəb bitirmişdir. 1987-ci ildə Rusiya Federasiyasına xidmət edib, 1989-cu ildə xidmətinə başvurmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan ordusuna xidmətə başlamışdır. Şərəfli döyüş yolu keçən Namiq Tağıyev Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Namiq qonşusu Vüqarla bir yerdə döyüşə başlamışdır. Namiqin şəxsiyyət vəsiqəsi evdə qaldığından Vüqar evlə görüşməyə getdiyi üçün ondan xahiş edir ki, onun vəsiqəsini də gətirsin. Vüqar evdən qaydana qədər ağır döyüş başlayır və Namiq 14 nəfərdən ibarət komanda ilə döyüşə başlamalı olur. Ağdamın bir neçə kəndində Gülablı, Əhmədli və başqa kəndlərdə döyüşərək irəliləyirlər. Güllücə kəndində döyüşərkən onlarla rabitə əlaqəsi kəsilir. Güman olunur ki, onlar mühasirəyə döyüşüblər. Onların dalıyca Vüqargilin komandası döyüşə qatılır. Bu döyüşdə Vüqar da şəhid olur. Onun əskər formasının cibində Namiqin şəxsiyyət vəsiqəsi çıxdığından elə biliblər şəhid olan Namiqdir. Dekabrın 27-ci onun şəhid xəbəri çıxır. Dekabrın 30-u yaşadığı evə gətirirlər. Doğmaları tabutu açanda onun Namiq yox, Vüqar olduğunu bilinir. Cənazə öz valideynlərinə təhvil verilir. 31 dekabr Vüqar dəfn olunur. O gündə Namiqin doğmaları onun yolunu ümidlə gözləyirlər ki, bəlkə əsir düşər. Namiq nə vaxtsa qayıdır, amma təəssüf ki. 1996-cı ildə Namiqə şəhidlik statusu verilir, ancaq gözü yolda qalan ana bunu qəbul etmir, oğlunun qayıdacağına inanır. Axtarışların davam etməsini xahiş edir, amma həqiqət budur ki, axtarışlar heç bir nəticə vermir. 2000-ci ildə mayın 29-da Namiqin şəhid olduğu təsdiqlənmişdir. Uğrunda ölən varsa vətəndir, hər kəsin vətən olan mənəvi borcu vardır. Vətəni torpağı qorumaq uğrunda canından keçmək özü bir mənəvi borcdur. Tağıyev Namiq Saizoğlu da vətənə olan mənəvi borcunu yerinə yetirmək üçün könüllü olaraq cəbhəyə yola düşmüşdür. O ağır döyüş yolunu keçmiş, 1-ci Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuşdur. Bugün biz müstəqil, suveren, azad olan bir dövlətin vətəndaşıyıq. Bu əmin-amanlığı şəhid və qazilərimizin qanı, canı bahasına qazanmışıq.
görə də Namiq və onun timsalında olan bütün şəhidlərin qarşısında baş əyirik. Heç zaman onları unutmayacağıq. Yaşadığımız qədər yaşatmağı özümüzə mənəvi borc bilirik. Tağıyev Namiq Soyuzoğlu'nun xatirəsini əbədiləşdirmək üçün 11-5 sinifin onun adını alıb daşıdığımız üçün fəxr edirik. Onlarla qürur duyuruq. 5-1 sinif şagirdi Hüseynoğlu Laylanın şəhidlər haqqında yazdığı şeir demək istəyirəm. Bizdən ötürü şəhid oldun, can şəhidim, can şəhidim. Ananın gözü yaşlı qaldı, can şəhidim, can şəhidim. Vətənin keşiyində qaldı, canını heçə saydım, can şəhidim, can şəhidim. Qələbə bizimdir, daha qayıt gəl. Çöz tutan yalanı həmən soyuq gəl. Təşnə könülləri biraz ovuş gəl. Gül kimi saralıb solan var Namiq. Ey şəhid qardaşım, ey şəhid balam. Lətifə söyləyir, çatışmır havam. Gəl mənim əl çatmaz, alınmaz qalam. Gül kimi saralıb solan var Namiq. Qələbə gününü daddıran bizə. Borsudur bu millət bir ömür sizə. Müjdə ver fuada həm mübarizə. İçdilər torpağını aldılar şəhid. Mələklərdən soruşan da var. Can deyib ruhuna qarışan da var. İndi gedişinlə barışan da var. Gül kimi saralıb solan var Namiq. Dillə məni düşünmürəm. Billəri sonra fəsiyəm. Bu gün tava qatıyam. Mən Namiqin səsiyəm. Gəlir. Neçə şəhid verdim, ağladım. Soruşmayın gözün niyə yaşlıdır. Mən şəhidimə laylay dedim, ağladım. Qurban olum sizdə olan qeyrətə. Öz canını qurban verən millətə. Sizə öqüyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim, sildim, ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpımda candan sevən görmədim. Torpağına canım deyən görmədim. Bugün sizi vətən bilib ağladım. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandamız. Salam şəhid anası, mən də sənin bir balan. Olmasan da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan. Dağ boyda oğlun gedib, yenə də dik durmuşsan. Ağappaq saçlarından nur tökülür nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid qardaşı, yaş tutmasın gözünü. Hər an şəhid olmağa hazır elə özünü. Sənin qardaşın sonra mənim qardaşım gedər. Sonra sən, sonra da mən, sonra bütün igidlər. Salam şəhid bacısı, dağ gölü dağ bitirdi. Üzü nurlu bir igid, arpa ayaq itirdi. İndi bütün igidlər, qardaşımdır ay bacı. Sən şəhid bacısısan, sənə yoxdur tay bacı. Mən şəhid bacısı Tağıyev Namiq Soyuzoğlu'nun xatirəsi. 30 ildir mən biz qardaşımızı axtarırdıq. Atam anam bu dərdə dözmədi. 92-ci ildə könüllü olaraq müharibəyə getdi. 93-ün dekabrın 27-si şəhid xəbəri gəldi. Biz getdik, sonra cənazəyi gətirəndə qonşumuz oldu. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah Ali Baş Komandanımıza səbir, can sağlığı versin.